Rəqqasə Fatimə Fətəliyeva gələn ay əməliyyat masasına uzanacağını açıqlayıb. Nekomentaz xəbər verir ki, sənətçi bu barədə Xəzər axşamı verilişində danışıb və səhhətində yaranan ciddi problemin təfərrüatlarını bölüşüb. Fatimə bildirib ki, gözündəki problem təxminən 4 ay əvvəl baş verən təsadüfi hadisədən sonra yaranıb. Onun sözlərinə görə dırnağı ehtiyatsızlıq nəticəsində göz bəbəyinə dəyib və nəticədə zədələnmə baş verib. Bu hadisədən sonra görünməsi zəifləyib və müxtəlif narahatlıqlar ortaya çıxıb. Gözlərimdə problem yaranıb. 4 ay əvvəl dırnağım bəbəyimə dəydi və onu zədələdim. Görməm zəifləyib. Nə qədər müalicə etsəm də alınmır. Soyuq olanda, makiyaj edəndə ağrıyır, deyə rəqqasə vurğulayıb. Sənətçi bildirib ki, problem xüsusilə səhnədə özünü daha qabarıq göstərib. Rusiyada toy məclisinin birində makiyajlı halda rəqs edərkən ağrılar daha da şiddətlənib. Onun sözlərinə görə, üçüncü rəqs zamanı artıq gözünü qırpa bilməyib və kəskin sancı hiss edib. Rusiyada toyda makiyajlı formada rəqs edirdim. Üçüncü rəqsə artıq gözümü qırpa bilmirdim. Sanki iynə batırırdılar. Moskvada 2 rəqsimi bu cür təqdim etmişdim, deyə Fatimə əlavə edib. Moskva səfəri zamanı həkimə müraciət etdiyini deyən sənətçi orada müalicə aldığını və 3 gün sonra vəziyyətində müəyyən qədər yaxşılaşma müşahidə olunduğunu bildirib. Lakin buna baxmayaraq problem tam aradan çıxmayıb, qalxmayıb və gözlərində şişkinlik də yaranıb. Hazırda həkimlərin məsləhəti ilə əməliyyata qərar verildiyini deyən Fatimə Fətəliyeva gələn ay cərrahi müdaxilə olunacağını açıqlayıb. Sənətçinin səhhəti ilə bağlı bu xəbər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İzləyicilər və həmkarları ona dəstək mesajları ünvanlayaraq tezliklə sağalmasını arzulayıblar. Qeyd edək ki, göz bəbəyinin zədələnməsi vaxtında və düzgün müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər. Bu baxımdan həkimlər oxşar hallarda mütləq şəkildə ixtisaslaşmış oftalmoloqa müraciət etməyi tövsiyə edirlər. Ümid edək ki, əməliyyat uğurla keçəcək və Fatimə Fətəliyeva qısa zamanda səhnəyə sağlam şəkildə qayıdacaq.